günlük tətilin partikisini bir ayda mən hazırlayıb səhifəyə qoya bilmirəm. Çünki həm iş, həm ev, həm uşaq qətiyyən vaxt tapmıram və plusdakı əvvəlki qədər də həvəsim yoxdur. Nəysə, qaydaq videomuza. İsmaildən sonra getdik Qəbələyə. Burada qəşəng istirahət mərkəzi var idi. Orada əyləşdik, səhər yeməyi yedik, sonra üst tutduq yenə buranın gəzməli, görməli yerlərinə. İnsanın burada ruhu dincəlir. Şəlalənin səsi, suyun səsi, yaşıllıqlar. Yəni insan deyir ki, imkan olsa kəş heç buradan getməsəm. Yenə gəldik, burada uşaqlar üçün qəşəng bir əyləncə mərkəzi var idi. Burada Nur yaxşı əyləndi, dondurma yedi, oynadı. Hələ burada qəşəng dostlar da tapdı. Əlbəttə ki, olmazsa olmaz qutab da yedi. O yolun qırağında satılan analarımız, bacılarımız satan qutablar həqiqətən çox dadlı olur. Sanki o burada şəhərdə bişirilən dadı belə ləzzətli olmur. Sonra yenidən gəzdik. Artıq bu bizim sonuncu günümüzdür. Gəzdik, dolaşdıq, qayıtdıq evimizə. Bu qədər. Hələlik özünüzə yaxşı baxın.